Allah deyir ki, lağa qoyarlar birdən. Mənim yer üzündə iş gördüyüm adamlar bu tənələrdən təsirlənmirlər. Dünya onu məsxərə eləsin, lağa qoysun, deyir ki, mənə təsir eləmir. Mən yaşayışımı dəyişməyəcəm. Sən mənə necə baxırsan bax. Geridə qalmış bax, nə bilim yazıq kimi bax. Denən bu istida adam belə məsələn hicab taxmaz. Sən mənə necə baxırsan bax. Mən yaşayış tərzimi dəyişmirəm. Sən inkişaf əgər buna deyirsənsə, ged inkişaf elə. Mən belə inkişaf eləmək istəmirəm. İnkişaf beyində olur, yoxsa geyimdə olur? Yəni sən məsələn geyimini dəyişəndə, Allahın dediyi kimi yaşamayanda, bəyəm onda inkişaf edirsən? İnkişaf, əgər elmi inkişafdan danışırsa bu kitab oxumaqdır. Bunun geyimə əlaqəsi yox. Biri hicab taxar, oxuyar kitabını, biri taxmaz oxuyar. Azad. Belə deyil ki, hicab taxdın, sən riyaziyyatı məsələn yaxşı bilməyəcəksən. Kimyanı yaxşı bilməyəcəksən. Niyə hicablısan? Məsəl üçün də, hə? Bunun hicaba nə aidiyyəti var? Allah deyir ki, mənim iş gördüyüm adam var ha. Heç bir məsxərə ona təsir eləyə bilməz.